Çok sağ olun. Bununla da Milli Meclis'in bugünkü icrası sona çattı. Bir dəqiqə. Elə biriniz məclisiniz mənsiz gedəcək. Azərbaycanda heç bir məclis mənsiz keçməsin, amin ay Allah. Buyurun Hacı Bala müəllim. Yağış yağır bu şəhərə, qoy bu yağış dayanmasın. Bütün küçə, prospektləri dizə qədər qoy su bassın. Yağış yağanda Bakının yollarında sellər gedir. Yağış yağanda Bakıya, Venesiya qələt edir, qələt edir. Bəlkə yağış bu torpağa bilə-bilə çoxmu yağır? Bu leysanda asfalt sökür, mərmər bordyurlar dağılır. Bu yağışdan dərhal sonra paytaxt yolları bağlanır. Kimsə yenə asfalt salır, kimsə yenə pul qazanır. Hacı Bala müəllim. Hacı Bala müəllim fit çalmayın. Büdcədə pul olmaz. Son zamanlar çoxları soruşur ki, Hacı Bala kimdir, Hacı Bala nəçidir? Onlara demək istəyirəm ki, siz də bilin. Hacı Bala başqa şeydir. Hacı Bala gözdür. Hacı Bala qaşdır. Hacı Bala ağlaydı, bardürdür, propkadır. Şəhərdə propka olmasa insan necə yaşayar? Heç nə. Görmürsünüz, Sovetski söküləndə cəmaat gedib kardiqrama çıxardıb qışqırırdı. Hacı Bala! Siz bunu bilin, cavanlara da deyin. Hə, Oktay müəllim, indi isə deyin görün, məni məclisə niyə çağırmamışdınız? Biz sizi narahat eləmək istəmirdik. Məni narahat, cəmaatı mən narahat edirəm, özü də müvəqqəti. Yaxşı, deyin görüm nə təklifiniz var? Devalvasiya ilə əlaqədar cəmaatın yarısı pullarını manatla saxlayır, digər yarısı isə dollarla. Təklif edirəm, dollarla manatı birləşdirək, yeni valyuta buraxaq. Nə valyuta? Dollarla manat birləşir, olur dolma. Ne? Dolma? Yok be küfte. Ha böyle de valut var. Yavuş müəllim, siz bilmərsiniz. Ha niye bilmirəm, mən her şeyi yaxşı bilirəm. Buradakilerin yarısından farklı olarak mən üstü öz biliyimlə oxumuşam. Siz dərsləri bilirsiniz? Yox, mən bilirdim ki, hansı müəllimə nə qədər pul vermək lazımdır. Təşəkkür müəllimlər son zamanlar lap bisavad olub gedirlər. Hadi. Bax bu yaxınlarda uşaqların coğrafiya müəllimi mənə deyir ki, yaguarlar Cənubi Amerikada olur. Düz deyir də. Nəyi düz deyir, ha? Nəyi düz deyir? Hamı bilir ki, yaguarlar Cənubi Amerikada yox, Crystal Motors'da olur bisavad. Yaxşı, sakit olun. Hacı Bala müəllim, davam edin. Davam edirəm. Avropa oyunları ilə bağlı Bakı şəhər icra hakimiyyəti qərara alır ki, zibillik probleminə son qoysun, bir dəfəlik. Qabaqlar necə idi? Cəmaat zibili yerə atmasın deyə biz divarlara söyüş yazırdıq. Misal üçün, bura zibil atanın Liks. Hacı Bala müəllim. Gördük ki, bu söyüşlər heç bir fayda vermir. Yeni üsullara əl attıq. Hansı üsullara? Bu söyüşlərin yerinə divarlara qarğış yazacağıq.
Misal üçün, bura zibil atanın atasını xoşqədəm axtarsın. Bura zibil atanın qardaşı Eurovision'daki Conchita'dır. Bura zibil atanın Facebook'daki parolunu arvadı tapsın. Hacıbalı müəllim, məndə Facebook yoxdur. Bəs sizdə nədir? Məndə Twitter var. Twitter'ım var. Get koş ve dispansere. Hacı Bala müəllim, davam edin. Bir dəqiqə. Və bu cür qarqışlarla biz zibillik problemini bir dəfəlik həll edəcəyik. Гачибала müəllim. Duşa, Что? can, Гачибала müəllim, а вы не пробовали вместо горгышей поставить побольше мусорных ящиков? вы гений, господин Забели. Какая гениальная идея. Это вы сами придумали? Это же ноу-хау. Это надо запатентовать. Поняли меня? Bizdə uşaq kimi gecələr divarda qarqış yazırdıq. Heç ağlımıza da gəlməzdi. Musurnu yaşı, eşq olsun. Hacıbala müəllim, Bəli. mənim sizə bir sualım da var. Buyurun. Son zamanlar paytaxtın hər bir nöqtəsinə siz parkamatlar qoydurmusunuz. Bu nə deməkdir? Narahat olmayın. Bu yaxınlarda məsələ öz həllini tapacaq. Nə yaxşı, parkamatları yığışdıracaqsınız, hə? Xeyr! Parkamatların sayını artıracağım və Bakı şəhəri, Küləklər şəhəri yox, Parkamatlar şəhərinə çevriləcək. Necə deyərlər? Badi Parkamati! Salam Lök. Löks. Zəhmət olmasa dayanacağın pulunu ödəyim. Buyur. Salam Lök. Zəhmət olmasa dayanacağın pulunu ödəyim. Ne pul? Ben kırmızı ışıkta dayanmışam Ay, dəxli yox, dayanmışsansa dayanacağın pulunu ödəyim. Ya da ki, qırmızı işığa geç, cərimə ödəyim. Nə bax, git dayandı. Qardaş, dayandısa dayanacağın pulunu ver. Doktor, həstənin ürəyi dayandı. Düz deyirsiniz. Dayandı. Dayandısa dayanacağın pulunu ver. Ay qardaş, dayanacağın pulunu ver. Dayanacağın pulunu ver. Vermirsən ki, bax ha, Əzbəyev heykəli də vermədi, çıxardıb apardılar. Neynirsən? Dayan. Dayansan, dayanacağın pulunu ödəməli olasın. Səbinə, bağışla. Pulum yoxdur. Babək düz deyir. Dayanın. Amma əvvəlcə dayanacağın pulunu ödəyin. Hörmətli kosmonavtlar, zəhmət olmasa dayanacağın pulunu ödəyin. Sizin için çıxış etdi. Əfsanəvi müğənni Diana Ross. Nə? Dayana, onda dayanacağın pulunu versin. Vətəndaş, zəhmət olmasa dayanacağın pulunu verin. Ben dayanmamışım. Oturmuşam.
Onda oturacağın pulunu ver. Kardeş, tebrik edirəm. Ama uzanacağın pulunu vermek lazım. Siz de uzanacağın pulunu verin. Eşidirsiniz, uzanacağın pulunu verin. Ay cemaat, bugünden sonra hamı nefes alacak pulunu da vermelidir. Eşidirsiniz, hamı. Parkamat, paytaxt sakinlərinə mat. Çox sağ olun Hacı Bala müəllim. Bununla da Milli Məclisin bugünkü icrası sona çatır. Bir dəqiqə, əyləşin. Hörmətli millət vəkilləri, siz düz 5 ildir ki, Milli Məclisdə havayı oturmusunuz. Zəhmət olmasa 5 illik oturacaq pullarınızı ödəyin, sonra hara gedirsiniz gedin. Gedin.